Gəlin bir dəqiqədə Niderlanda səyahət edək. Niderland dünyanın ən maraqlı idarə etmə metodlarından birinə sahibdir. Burada torpağın böyük hissəsi təbiətdən geri alınıb. Ölkə ərazisinin təxminən 1/3 dəniz səviyyəsindən aşağıda yerləşir və bu yaşamaq üçün böyük risk deməkdir. Amma Niderlandlılar bu problemi qeyri-adi üsulla həll ediblər. Onlar yüz illərdir ki, polder adlanan torpaq sahələri yaradırlar. Bu, dənizin və ya göllərin qurudularaq süni torpağa çevrilməsi deməkdir. Schiphol hava limanı dəniz səviyyəsindən aşağıda yerləşən ən məşhur hava limanlarından biridir. Bu sistemi qorumaq üçün ölkədə minlərlə kilometr uzunluğunda bəndlər və kanallar şəbəkəsi qurulub. Su səviyyəsi daim nəzarətdə saxlanılır. Beləliklə, Niderland təbiətlə mübarizə aparmaq əvəzinə onunla razılaşaraq yeni torpaq yaradan və bunu yüksək səviyyədə idarə edən nadir ölkələrdən biridir. Növbəti səyahətlərdə görüşənədək.